Salam, hörmətli izləyicilər. Efirdə Stop xəbərdir. Mən Nuray Famil qızı. Həftənin 5 günü son xəbərlərlə görüşünüzə gələcəm. Beləliklə, bugünün son xəbərləri. Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikasa bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən boşlu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb. Ümumi çəkisi 53,3 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. 2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb. Stop Narkotikas xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib. Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, biri bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kiloqram, 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kiloqram, 653,240 qramını marixuana, 171 kiloqram, 664,846 qramını heroin, 57 kiloqram, 520,39 qramını tiryək, 160 kiloqram, 241,04 qramını həşiş, 6 kiloqram, 536,7 qramını digər narkotik vasitələr və 23 kiloqram, 192,496 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kiloqram, 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min manat kimi qiymətləndirilir. Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib. Stop Narkotikas xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib. Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kiloqram narkotik vasitə çıxarılıb. Ümumilikdə aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kiloqram, 285,9 qram narkotik vasitə və psixotrop maddə və 1,2 qram güclü təsir edən maddə müsadirə edilib. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 454 kiloqram, 500,9 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib. Eyni zamanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilmiş. Onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kiloqram və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülüb.